metroya, avtobusa, hətta təyyarəyə minəndə əgər kürəyinizdə çanta varsa, sizdən arxadadırsa, siz hərəkət elədikcə başqa adamlara problem yaradır. İctimai nəqliyyatda da ümumiyyətlə insanların sıx olduğu yerlərdə arxanızda çantanı saxlayanda siz bədəninizin həcmini bilirsiniz, harasa dəyəndə hiss eləyirsiniz. Amma ətrafdakı insanlar çantanıza görə diskomfort yaşayırlar. Ona görə bir yerə girəndə ictimai nəqliyyata mümkün qədər bunu qabağınızda saxlayın. İçəridə də əlinizdə saxlamağı tövsiyə edirik. 1-2 gün Bakıdaydım, orada xüsusilə gənclər bunu çox eləyirlər. Belə kürəklərini fırlanırlar, bir yerdən bir tərəfə fırlananda 3-4 nəfər adamı dəyir, narahat eləyir. Qəsdən elədiklərini düşünmürəm, böyük ehtimalla bilmirlər. Bilsinlər deyə bu videonu çəkirik. Biz Bakı deyirik, amma rayonlarda da məktəb uşaqları xüsusilə avtobusa minirlər, kürəklərində belə böyük çanta ilə avtobusa sıxılıb qalırsan. Uşağın xətrinə dəymək də istəmirsən. Bəzən olur, yaşlılar qışqırırlar uşağa, ay bala çıxart və s. Ehtiyac yoxdur. Sadəcə uşaqlara, gənclərə, o adamlara onu bu bilinci aşılamaq lazımdır ki, kürək çantanızı mümkün qədər qabaqda saxlayın. Həm nəzarət edə biləsiniz kimə dəyir, dəymir, həm də başqa insanlara narahatlıq yaratmamış olacaqsınız.